Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində 2024-cü ilin yanvar-fevral aylarında ilk dəfə özəl şirkət tərəfindən satış məqsədi ilə banan yetişdirilməsinə başlanılıb. İlkin mərhələdə əraziyə 18 min ədəd banan tinqi əkilib. Banan ağacı ortalama 30 kiloqram meyvə verir. Bu il buradan 500 tondan çox məhsul əldə olunub. Bir banan ağacının ömrü isə 1 ildir. Ona görə budanıb ki, bananın kökünə, yəni ətrafına təbii gübrə effektini versin. Bura hər hansı bir kimyəvi dərmanlar qatılmır bu ağacların dibinə, çevrəsinə. Ağacları kəsirlər, yarpaqları, gövdəsi ona təbii gübrə effektini verir. Qeyd edeyim ki, hətta banan qabığı belə ağacların dibinə, kənarına atıldığı zaman gübrəyə çevrilir. Banan ağacları suyu çox sevir. Elə bu səbəbdən də onu hər gün suvarırlar. Qeyd eləyək ki, il ərzində burada 500 tondan çox məhsul əldə olunub. Bəs görəsən yerli banan istehsalı qiymətlərə təsir eləyə bilərmi? Azərbaycana ildə təxmini bir 40 min tondan çox banan gətirilir. Yəni burada isə deyirsiniz ki, yəni 500 ton cəmidə heç. Yəni əlbəttə bu çox azdır. Bu heç nəyə təsir etmir indi. İndi artsa, nə bilim, heç olmasa bu gətirilən bananın bir, nə bilim, 20%, 30% həcmində biz onu istehsal etsək, onda biz danışa bilərik ki, bu hardasa qiymətləri təsir edəcək. Müqayisəli şəkildə göstərmək istəyirəm. Bax, bu bananı biz mağazadan aldıq. İdxal banandır, yəni xaricdən gəlir. Bu isə burada yetişən banandır. Dadına baxaq. Fərqini deyəcəm indi sizə. Birinci mağazadan aldığımıza baxaq. Sulu deyil bu banan. Bu isə yerli banandır. Həqiqətən yerli bananla xarici bananın arasında həddindən çox fərq var. Birinci fərq şirinlik dərəcəsinə görə yerli banan daha şirindir və daha suludur. Və məhsulun yeni olduğunun fərqindəsən. Yəni ağızda belə yenilik dadı buraxır. Ancaq xaricdən idxal olunan banan biraz qurudu və kəm şəkərdir, belə deyək.